Əməkdar artist Firdovsi Atakişiyev mərhum həyat yoldaşı, xalq artisti İranə Tağzadənin vəfatının ildönümü ilə bağlı paylaşım edib. Aktyor 3 il əvvəl dünyasını dəyişən xanımını bu sözlərlə yad edib. 9 aprel 2023-cü ildə Azərbaycan teatrı görkəmli rejissoru İranə Tağzadəni mən isə ən böyük sevgimi itirdim. Bugün mələyimin səmalara qovuşduğu gündür. Yuxu kimi serialı ilə tanınan aktrisa Ləman Abbaszadə sosial media hesabında yeni görüntülər paylaşıb. Həmin görüntülər izləyicilərin marağına səbəb olub. Ləmanın bu görüntülərinə qısa zaman ərzində çox sayda bəyəni və şərh gəlib. Hazırlaşın, Xızıya gedirik. Hoş gelmişsin. Rayonda olan